لكن نتخيل أن الناس بيرضون عنا جميعا، لا. ارفع رأسك وقل أنا سلفي، ما في شيء. Ramazan gəldikdə şeytanlar qandallanır, cinlərin azğınları zəncirlənir, cənnət qapıları açılır və cəhənnəm qapıları bağlanır. Bu hədisin izahı nədir və səhihliyi nə dərəcədədir ey şeyx? Bu hədis səhihdir və Allah Rəsulundan, Allahın salamı və salavatı onun üzərinə olsun, sabit olmuşdu. Bu müjdə Ramazan ayının gəlişinə sevinən, salih əməllərlə uca Allahın rızasını qazanmağa çalışan kəslərə aiddir. Onlar ki, fərz ibadətlərini qoruyur, müsəlmanlarla birlikdə təravih, yəni təhəccüd namazlarını qılırlar. Bax, belə kəslərin salih əməlləri rahatlıqla yerinə yetirə bilmələri üçün şeytanlar onlara qarşı qandallanır. Belə insanlar üçün cəhənnəm qapıları bağlanar və cənnət qapıları onların üzünə açılar. Amma tənbəllərə və vaxtını boş keçirənlərə gəlincə, onlar bu hədisin mənasına daxil deyirlər. Yəni, bu müjdələr onlara aid deyil.